Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli köhnə Yevlax avtovağzalında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzil kirayə verilir. Kirayə haqqı 220 manatdır qiymətində. Savsiyen bir balaca razılaşma olmalıdır. Bildiyiniz kimi köhnə Yevlax avtovağzalında 5 mərtəbəli binalar, yəni Sultan Marketin qarşısında olan binalardır. İnsə ikinci otağı göstərirəm. Çox yaxınlıqda 28 nömrəli deməli orta məktəb yerləşir. Qarşıda balkonlardan biridir. Yəni bax bu balkon deməli 2 ədəd balkonu var. Televizor mən bildiyimə görə işlək vəziyyətdədir, yəni işləyir, mən bu cür bilirəm. İnternet xəttini görmək mümkündür, qapısı dəmirdir. Yenidən qapıdan giriş hissəsini göstərirəm. İstilik sistemi kolonkadır. Bax hamamı bu cürdür, 2 tonluq su bakı var. Yenidən mən sizə hamamını göstərirəm. Bax belə bir 2 otaqlı mənzilin qiyməti 220 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə siz deməli mətbəxini görürsünüz. Bax hansı əşyalar var? Bax bunlar ilə birlikdə deməli xaladenik işlək vəziyyətdədir. 220 manata verilir qiymətində. Savsiyen bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.